Qlobal İnfaz Amerikalı ekspert Paul Gobel'dan müsahibə alıb. O saytımıza açıqlamasında Amerika Birləşmiş Ştatlarına məxsus qüvvələrin İrana doğru hərəkətə başladığı xəbərlərini şərh edərkən bildirib ki, Amerikanın yaxın zamanda İrana geniş miqyaslı hücuma keçəcəyini gözləmir. Ancaq kiçik hərbi əməliyyatların mümkünlüyünü də istisna etməyib. Ukrayna müharibəsi ilə bağlı proqnozunuz nədir? Rusiya istəyinə çatacaqmı və bu halda Cənubi Qafqazı, xüsusilə Azərbaycanı nə gözləyir sualına cavab verən Gobel deyib ki, Rusiya pasiv bir Ukrayna görməyə ümid edir, amma buna nail olmayacaq. Onun fikrincə, Ukraynalılar hökumətin razılaşmağa məcbur qaldığı hər şeyə müqavimət göstərəcək və bu da Putinə qələbə qazandırmayacaq. Paul Gobel Sülh Şurasının Qəzzada sülhü təmin etmək üçün səlahiyyətinin və ya gücünün çatmayacağını söyləyib. Qrenlandiya böhranını dəyərləndirən Amerikalı ekspertə görə ABŞ hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək və nadir torpaq mineralları axtaracaq. ABŞ Konqresi Trampı xəbərdarlıq edib ki, əgər Qrenlandiyanı ələ keçirmək üçün orada hərbi gücdən istifadə etməyə çalışsa, bu onun prezidentliyinin sonu olacaq deyə Paul Gobel bildirib. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.